Salam əziz tələbələr, bu günləri Windows 11 əməliyyat sistemindən danışırıq. Windows 11 əməliyyat sistemi nədir, onun hansı komponentləri var, hansı obyektləri var və s. bunlar haqqında danışacağıq. Əslində bunları danışmazdan əvvəl gəlin birinci əməliyyat sistemi nədir, bunun haqqında ümumi bir xatırlatma eləyəyim. Əməliyyat sistemi ümumiyyətcə kompüterin və yaxud da ki, digər elektron qurğuların əsas idarə edici proqramıdır. Yəni bu nə deməkdir? İstifadəçi ilə, istifadəçi kimdir? Biz. Bizlə kompüterin texniki hissələri arasında bir vasitəçidir. Yəni bu prosesoru idarə edir. Yəni bu nə deməkdir? Hansı proqram nə vaxt işə düşsün, yaddaşı idarə edir, fayl sisteminin təşkil edir, giriş-çıxış qurğularının idarəsidir, təhlükəsizlikdir və yaxud da ki, istifadəçi idarəsini təmin edir. Bəs biz hansı ümumiyyətcə əməliyyat sistemlərini tanıyırıq? Məsəl üçün Windows əməliyyat sistemidir, Linux'dur, macOS'dur, Android'dir, iOS'dur və s. Bunun kimi əməliyyat sistemlərini tanıyırıq. Yəni qısa desək, əməliyyat sistemi olmasa bizim kompüterimiz işləmir. Və bütün proqramlar bunun üzərində qurulur. Yəni əməliyyat sisteminin üzərində. Windows 11 əməliyyat sistemindən gəlin əsas nələri bilməliyik, bunlardan danışalım. Bircə də necə buradan bir dəqiqə bu obyektlərin hamısını gizlədəyim. Birinci biz nəyi bilməliyik? Windows 11 əməliyyat sisteminin üzərində əsas komponentlər var. 3 əsas komponentdən ibarətdir. Biri desktopdur. Desktop nədir? Mənim hal-hazırda burada gördüyüm, baxın bu masadır. Bu mavi masa desktop adlandırılır və yaxud da ki, iş masası adlandırılır. Yəni bu iş masasının üzərində nələr olur? Mənim obyektlərim olur. Gəlirəm buradan view bölməsindən show eləyirəm və bu obyektləri görürəm. Başqa nə var bəs əsas obyektlərdən? Başqa taskbar var. Baxın, görürsünüz, burada ən aşağı hissədəki bu zolaq, ağ fason olan zolaq taskbar adlandırılır. Və yaxud da ki, buna məsələlər paneli və yaxud da ki, tapşırıqlar paneli də deyilir. Və digər bir üçüncü obyektimiz isə nədir? Daha doğrusu komponentimiz nədir? Start menüsü. Başlanma start menüsüdür. Bu start menüsünün da açmanın yolu biri bildiyiniz kimi mouse'un bu sol düyməsini bir dəfə tıklamaqla start menüsünü açırıq. Və yaxud da ki, kombinasiya düymələrindən kontrolla eski basırıq, start menüsünü aça bilərik. İki cürə start menüsünün açılması var. Bunu da belə yadımıza saldıq. Əsas komponentlərdən söhbət edəndən sonra keçirik indi Windows 11 əməliyyat sisteminin əsas obyektlərinə. Bilirsiniz ki, hansılardır? Fayldır, qovluqdur və qısa yoldur. Təkrar olaraqdan yadımıza salağın ki, fayl nə deməkdir? Fayl ümumiyyətcə bir ümumi ad altında toplanmış verilənlər yığımıdır. Yəni diskin adlandırılmış hissəsidir. Sənədlər, şəkillər, MP3 musiqilər, videolar və s. Bunların hamısı nədir? Ümumilikdə bir fayl adlandırılır. Yəni uzantıya, genişlənməyə məxsus olan obyektlərimizdir. Və Windows 11 əməliyyat sistemində bilirsiniz ki, fayllar neçə yerə bölünürdü? 3 yerə bölünürdü. Sənədlərdir, icra olunan fayllardır. Yəni bu icra olunan fayllar nə deyilir? Proqramlar. Və bir də nələrdir? Konfigurasiya fayllardır. Fayllar haqqında bilməmiz gerəkənlər bunlardır. Məsəl üçün bir dənə fayl göstərin desək, ekranımıza bu dəqiqə məsəl üçün bu Excel faylıdır, Word faylıdır və yaxud da ki, kontekst menüsünü indi birazdan danışacağıq. New basarıq, buradan yeni document text faylını yaradarıq. Bunların hər biri bir fayldır. Daha sonra bir də nə idi əsas obyektimiz? Qovluqlar. Qovluqlar isə bizim bu fayllarımızın toplandığı bir yerdir. Qovluq anlayışı. Ümumiyyətcə bəs bilirsiniz ki, qovluqlarımız bəs neçə cür olur? 2 cür olur. İstifadəçi qovluqları və xidmət qovluqları. Bir qovluğun yaranması yolu bayaqlarım göstərdiyim kimi new bölməsindən yeni qovluq yaradarıq. Və yaxud da ki, klaviatura düyməsi Ctrl-Shift-N düyməsidir. Yəni N düyməsini basanda yeni bir qovluğu yaratmış oluruq. Gəlin indi bu qovluqlardan istifadəçi qovluqlar haqqında danışağın. İstifadəçi qovluqlarımız bilirsiniz ki, ekranımıza sarı rəngdə burada gördüyümüz bütün qovluqlarımız istifadəçi qovluqlardır. Bir də xidməti qovluqlarımız var. Xidməti qovluqlarımız hansılardır? Sistem qovluqlarıdır, arxiv qovluqlarıdır, şəbəkə qovluğudur və yaxud da ki, xüsusi qovluqlar. Bunların hamısı xidməti qovluqlarımıza aiddirlər. Sistem qovluqlarımız deyəndə bəs nəyi nəzərdə tuturduq? Bizim Windows 11 əməliyyat sistemimizin cəmi cümlətani 6 dənə əsas sistem qovluğumuz var. Hansılardır bunlar? Biri library'sidir. Library'si biz normalda heç vaxt kompüterimizin ekranında, desktopunda görə bilmirik.
Digərləri bəs hansılardır? Bildiyimiz kimi recycle bin, yəni zibil qabımızdır, user faylımızdır, this PC-dir, network yəni şəbəkəmizdir və kontrol panelimizdir. Ümumiyyətlə yadınızda saxlayın ki, bizim əməliyyat sistemimiz yüklənərkən ilk ikonu görsənən yalnız və yalnız yeganə bir obyektimiz, qovluğumuz və yaxud da ki, hər hansısa bir ikonu görsənən bir obyektimiz desək, hansıdır? Deyəcəyik ki, bu zibil qabıdır. Bu dəqiqə mən zibil qabının qısa yolunu yaratmışam. Bu qalsın burada. Hələ ki, qısa yoldan birazdan danışacağıq. Aha, demək ki, ekranımız açılanda, əməliyyat sistemimiz açılanda ilk piktoqramı, ikonu, şəkli görsənən obyektimiz hansı oldu? Zibil qabı oldu. Və bayaqların biz demişdik ki, Windows 11 əməliyyat sisteminin əsas obyektlərindən biri fayl idi, biri qovluq idi, biri də nə idi? Qısa yol idi. Qısa yol nə deməkdir ümumiyyətlə? Qısa yol, normalda biz bu dəqiqə hal-hazırda mənim ekranımda bir sıra qısa yollar görürük. Hansı ki, obyektin üzərində belədən mavi bir ox işarəsi görürüksə, bilin ki, bu obyektin qısa yoludur. Bəs bu bizə nə üçün lazımdır? Elə bilin ki, obyektin orijinal versiyası yox, onun podoriginal versiyasıdır. Bu nə deməkdir? Yəni, birə-bir kopyası, heç bir şey dəyişilməyibdir. Ancaq bu bizə harda lazım olur? Məsəl üçün, əgər ki, mənim obyektim kompüterimin daxilində çox uzaq bir yerdədir. Məsəl üçün, hər dəfə ora daxil olmağım məndən ötürü biraz çətinlik törədir. Asan deyil. Məsələn, deyəyin ki, mən bu dəqiqə gəlim, File Explorer pəncərəsinin içindən bir dənə obyekt götürəyim. Məsələn, Kainat 5. Bunu hər dəfə mən Kainat 5 bu PDF-ni açmaq üçün nə qarmalıyam? Gələm buradan File Explorer pəncərəsinə aşağıya düşürəm. Kainat 5-i buradan tapıram. Bu da məndən ötürü biraz çətinlik törədir. Bu çətinliyi aradan qaldırmaq üçün gəlirəm mən burada obyektin üzərinə sağ klikləyirəm və bunun More Options hissəsindən Create Shortcut hissəsinə basıram. Buna basan kimi deyir, istəyirsənmi desktopa yönləndirilsin? Yes basıram və mən bu dəqiqə hal-hazırda ekranımda əslində görməliyəm. Aha, tam bu hissədən görürəm. Gördünüz, nə oldu? Kainatın mənə gəldi, qısa yolu yarandı və qısa yolun üzərində saxlayanda bunun location həmişə görsənir. Deyər ki, kainatın location hardadır? C-diskin içində, user faylında, Elmirada, AppData qovluğunun içərisində, lokalda, page'də və s. Bu hissələrdə bu gördüyünüz uzun bir yoldadır ki, mən kainat əslində PDF-ni oradan gedib seçməliydim. Və mən də bu hər dəfə ora girmək çətinlik yaratdığı üçün hazır gətirib desktopun üzərinə atıram. Və qısa yolun da ümumiyyətlə sizdən ölçüsünü soruşsalar, deyin ki, qısa yolun ölçüsü 1 kilobaytdır və orijinal obyektdən heç bir şey ilə fərqlənmir. Başqa nəyi bilməliyik? Fayldan, qovluqdan danışdıq. İndi gəlin sistem qovluqlarından danışalım. Birinci sistem qovluqlarından danışmazdan əvvəl ya da ki, sistem qovluqlarından ən birinci hansından danışağın, elə ən birinci ikonu görsənən bu zibil qabından danışağın. Bu zibil qabından danışmazdan əvvəl mən istəyirəm ki, sizə kontekst menü haqqında danışım. Ondan sonra zibil qabına daxil olağın. Kontekst menü deyəndə nəyi nəzərdə tuturuq? Obyektin əmrlərinə çevikliklə daxil olmaq üçün lazım olan hər hansısa da bir pəncərədir. Ümumiyyətlə, bütün obyektlərin kontekst menüsü olur. Məsəl üçün, desktopun kontekst menüsünə bassağın, belə bir desktopun kontekst menüsü var və hər bir kontekst menünü siz məcbursunuz ki, əzbərləyəsiniz bəzilərini. Məsəl üçün, qovluğun kontekst menüsü fərqlidir. Baxın, gördüyünüz kimi belə açılır. Və yaxud da ki, faylın kontekst menüsü fərqlidir. Açırıq, faylinkilərin içərisində bəzi əmrlərimiz var ki, onlar fərqlidir. Və yaxud da ki, taskbarın kontekst menüsü belədir. Və yaxud da start menünün kontekst menüsü bu cürünə açılır. Və start menünün kontekst menüsünü açmaq üçün biz Win-X düyməsinə basmalıyıq klaviaturadan. Win-X-i basanda gördüyünüz kimi mən hal-hazırda əlimin altına bastım və start menüsünün kontekst menüsü açıldı. Bəs ümumiyyətlə başqa bir yerlərdə start menüsü olmasa bəs digər obyektlərin kontekst menüsü necə açılır? Shift F10 düyməsi vasitəsindən biz, məsəl üçün, mən bu dəqiqə desktopun üzərindəyəm. Shift F10-u əlimin altında bassam, hal-hazırda siz görmürsünüz, mən basıram. Shift F10 düyməsini gəldi, mənim kontekst menüyüm açıldı. Və yaxud da ki, obyekti seçsəydim, onun kontekst menüsü açılardı. Kontekst menünü açmağın birinci yolu nə oldu? Shift F10 və yaxud da ki, mən mouse'un gəlirəm burada sağ düyməsini bir dəfə klikləyirəm və yaxud da ki, hal-hazırda mən sizə ekrana klaviaturanı çıxardım.
Bu klaviaturamızın üzərində belə bir düymə var. Bu kontekst menü düyməsidir. Bunun üzərinə basanda nəyin üzərindəysə, bir dəqiqə biz desktopdayıq deyə desktopun kontekst menüsü açılır və ya da zibil qabında olsaydıq zibil qabının kontekst menüsü açılardı. Bu da belə kontekst menüsü anlayışı bu qədər. İndi keçirik nəyə? Zibil qabı haqqında danışmağa. Zibil qabının 2 dənə xüsusiyyəti var ki, biri var, zibil qabı ümumiyyətlə nə deməkdir? Mənim hər hansısa sildiyim faylların toplandığı bir qovluq, toplandığı bir yerdir. Və zibil qabı haqqında belə bir məlumat da verə bilərik ki, yeganə bir qovluq zibil qabı qovluğudur ki, biz onun içərisinə eyni adlı 2 dənə faylı və yaxud da istənilən bir faylı yerləşdirə bilərik. Amma normalda biz bilirsiniz ki, bir qovluğun içərisinə eyni adlı 2 faylı və yaxud da ki, əlavə faylları yerləşdirə bilmirik. Zibil qabına əgər biz 2 cürə zibil qabına düşmə yolu var. Biri zibil qabına düşərəkdən silmək var. Biri də var ki, zibil qabına düşmədən silmək. Mən normalda sizin hər birinizin bildiyi kimi faylı götürsəz, zibil qabının üzərinə açsanız, bu zibil qabına düşərəkdən silməkdir. Və buradan da gözümüz görür ki, mən bunu zibil qabına atmışam. İndi bunu restore eləyirəm. Məsəl üçün, gəlirəm mən, əgər ki, qovluğun, obyektin hər hansısa da bir şeyin üzərində Ctrl-D düyməsini bassam, həmin o seçdiyim obyekt zibil qabına düşərəkdən silinir. Ancaq yox, hər hansısa da bir obyektin üzərində Shift Delete düyməsini bassam, mənə bir pəncərə açır. Bu dəqiqə bu nə pəncərəsidir? Dialoq pəncərəsidir. Və ümumiyyətlə yadınızda saxlayın ki, pəncərələrimizin 4 dənə növü var. Əlavə olaraqdan deyim. Biri dialoq pəncərəsidir, biri sorğu pəncərəsidir. Dialoq pəncərəsi yes no iləndir. Sorğu pəncərəsi bildiyiniz kimi orada sizə sorğular verilir, uzun-uzun cümlələr yazılır, siz onlara geri cavab verə bilirsiniz. Daha sonra biri normalda qovluqlarımızı açdığımız qovluq pəncərəsidir və digəri isə sistem və yaxud da ki, tətbiqi proqram pəncərəsidir. Aha, hal-hazırda biz Shift Delete düyməsini basanda bizə dialoq pəncərəsi çıxardır ki, sən həqiqətən də əminsənmi ki, bunu deyir, zibil qabına düşmədən ümumiyyətlə sistemindən yeri divli siləsən. Mən də yes basıram və gəlirəm zibil qabının içərisində baxıram ki, həqiqətən də mənim bayaq ki sildiyim qovluq zibil qabına düşmədən silinibdir. Bu zibil qabının bizim öyrənəcəyimiz digər xüsusiyyətləri. Daha sonra gəlin zibil qabının əlavə xüsusiyyətlərini bunun kontekst menüsündən baxalım görək nələri bilməliyik. Zibil qabının kontekst menüsündə open əmri var. Open əmri nə deməkdir? Yəni zibil qabının açılması deməkdir. Üzərinə klikləyirik, zibil qabı açılır. Daha sonra buradan daxil oluruq. More Options'dan Pin to Quick Access var. Quick Access nə deməkdir? File Explorer pəncərəsini keçəndə deyəcəyik. Bunu Quick Access, yəni sürətli müraciətlər panelinə pinləmək deməkdir. Pinləmək yəni sabitləmək deməkdir. Daha sonra burada nə var? Empty Recycle bin var. Hal-hazırda mənim zibil qabımın içərisində oldu. Əgər mən buna bassam, dialoq pəncərəsi çıxar ki, deyər ki, həqiqətən də istəyirsənmi ki, onun içərisindəki bütün elementlər silinsin. Mən də yes basıram və mənim zibil qabım görürsünüz ki, içi boşaldı. Başqa nə var burada? Unpin from start var. Hal-hazırda mən bayaqlarım zibil qabını pinləmişdim start düyməsinə. Baxın görürsünüz, hal-hazırda burada start düyməsində zibil qabımız pinlənibdir. Bunun üzərində unpin vursam, həmin oradan start bölməsindən mənim zibil qabım silinərdi. Create shortcut bölməsi var ki, mən zibil qabının gəlib buradan əlavə bir qısa yolunu yaradıram. Zibil qabının da qısa yolu hal-hazırda burada ekranda görürsünüz. Üzərində belədən ox işarəsi var. Daha sonra orada nə var? Rename əmri var. Rename əmri nədir? Zibil qabımın adının dəyişdirilməsidir. Yəni, məsəl üçün, gəlsəm buna bassam, zibil qabının adını dəyişdirərsiniz, başqa bir şey qoyarsınız və yaxud da nə bilim, istəmədiyiniz bir insan adını qoyarsınız və yaxud da nə istəsəniz qoya bilərsiniz də zibil qabının adına rename əmri vasitəsilə. Daha sonra keçirik buradan. Başqa nə var? Properties bölməsi. Properties nə deməkdir? Xüsusiyyətlər bölməsi. Daxil oluruq bunun içərisinə, xüsusiyyətlərinə baxaq görək zibil qabının nə xüsusiyyətləri var. Custom size bölməsi var. Yəni biz lokal C diskimin ölçüsünü açmadan zibil qabıma maksimum ölçü verə bilərəm ki, mənim zibil qabım məsəl üçün deyirəm ki, 13982 megabayt həcm tutsun. Yəni bundan əlavə həcm olmasın. Və yaxud da burada başqa nə var? Belə bir bölmə var. Bu deməkdir ki, sən zibil qabına nə atırsansa da zibil qabına düşmədən, yəni shift delete vasitəsindən silinsin. Yəni dərhal silinsin, immediately silinsin. Və burada başqa bir, üçüncü bir özəlliyimiz var ki,
Display delete confirmation dialoq bu nə deməkdir? Mənim deyir ki, zibil qabına nəsə də atanda sənə dialoq pəncərəsi görsənsin. Yəni sənə bir dənə xatırlatma verirsin ki, sən həqiqətən də bunu silmək istəyirsənmi, istəmirsənmi? Cəm cümlətani 3-cə də necə? Bunun zibil qabımızın xüsusiyyətləri var. Başqa nəyi bilməliyik? Zibil qabından danışdıq. Keçək digər sistem qovluqlarına. User sistem qovluğumuz var. Məsəl üçün, hal-hazırda mənimkinin adı Elmiradır. İçərisinə daxil olduqda görək nələr var. Mənim sistemimin susmaya görə default halda hazırladığı bütün qovluqlarım user qovluğumun içərisində görsənir. Məsəl üçün, music qovluğudur, desktopdur, dokumentdir, dovlantıdır və s. bunlardır. Başqa. ZIS-PC haqqında nələri bilməliyəm? ZIS-PC haqqında sadəcə siz bilməlisiniz ki, mənim kompüterimin ümumiyyətcə lokal C diski, D diski və yaxud da ki, əlavə taxdığım yaddaş qurğularının hər biri bu ZIS-PC-nin içərisində yerləşir. Və buradan sizə böyük bir sual düşməyəcəkdir. Düşsə də buranın şəklini kəsərlər sizə. Deyərlər ki, mənim hal-hazırda C diskimin nə qədər hissəsi boşdur, ümumi nə qədər yer var və yaxud da dolu hissənin sahəsini tap. Free yazılan hissə, yadınıza saxlayın ki, 54.3 GB mənim hal-hazırda boş hissəmdir. Yəni, burada bozu görsənən hissədir. 232 GB isə mənim ümumi lokal diskimin həcmini göstərir. Bəs məndən dolu hissəni soruşsa, heç nə 232-dən 54.3 GB çıxaram və dolu hissəni görərəm. Başqa biz bu ZIS-PC haqqında nələri bilməliyik? Bircə də necə onuca bilin ki, ZIS-PC yeganə bir qovluqdur ki, mən onun üzərinə heç bir qovluğu və yaxud da heç bir obyekti onun içərisində kopyalaya bilmərəm. Həqiqətən də baxın, mən bu dəqiqə Excel faylını gətirib burada ZIS-PC-nin üzərinə kopyalamaq istəyirəm və görürsünüz, burada ekranda mənə qırmızı rəngdə blok işarəsi göstərir. Deyir ki, sən bunu bunun içərisində kopyalayanmasın. Amma məsəl üçün, mən bunu Elmira qovluğunun içərisində kopyalayaram. Şəbəkənin içərisinə, məsələn, kontrol panelə və yaxud da zibil qabına hər yerə bunu kopyalaya bilərəm. Yalnız və yalnız ZIS-PC-dən başqa. Network bölməsi var. Network bölməsi nədir? Mənim kompüterimdə olan şəbəkələr haqqında məlumatlar verir. Bunun haqqında da böyük bir şey bilməyə ehtiyac yoxdur. Ən çox bilməmiz gərəkən nədir? Kontrol panelidir. Kontrol paneli yadınızda saxlayın ki, müəyyən görünüş rejimləri var. Və susmaya görə normalda biz kompüterə kontrol panelinə girəndə kateqori rejimində görsənir. Və başqa görünüş rejimləri hansıdır? Biri kateqoridir. Biri large iconsdur, yəni belə görsənir. Və digəri isə small iconsdur, yəni bu cürünə görsənir. Susmaya görə isə bayaq dediyim kimi kateqori bölməsindədir. Və bu kontrol panelinin içərisində biz nələr edirik? Harada sazlama sözü görsəniz, bil ki, sazlamaları biz hardan edirik? Kontrol paneldən edirik. Və bu kontrol panelinin içərisində müəyyən ayarlarımız var ki, bu ayarlamaların adlarını əzbərləməliyik. 8 dənə bizim bunun içərisində əmrimiz var. Biri System and Security'dir. Yəni sistemimiz və yaxud da ki, təhlükəsizliyimizlə bağlı olan hər bir şeyi buradan eləyirik. Bu birinci əmrdən və yaxud da ki, sistemin backup'ının götürülməsi və s. Bunların hər biri System and Security'dədir. Daha sonra Network and Internet bölməsi var ki, adından bilinir ki, şəbəkədə olan problemləri buradan həll eləyirik. Hardware and Sound bölməsi var ki, mənim kompüterimə qoşduğum əlavə printerim olsun və yaxud da səs ucaldıcılarım, əlavə hardware qurğularımın hər birini buradan mən əlavə eləyirəm və yaxud da onların driverlərini və s. buradan tənzimləyə bilirəm. Programs bölməsindən kompüterimdə olan bütün proqramlara girə bilirəm və yaxud da onları uninstall eləyə bilirəm və yaxud da yükləyə bilirəm. User account bilirsiniz ki, mənim kompüterimə istifadəçisini əlavə eləmək, onu dəyişmək və yaxud da ki, istifadəçisini silmək üçün lazım olan bir əmrdir. Appearance and Personalization bölməsi var ki, bura bizim kompüterimizin görünüşü ilə bağlı olan hər bir şey burada olur və kompüterimizdə olan bütün fontlara da buradan daxil ola bilirik. Başqa nəyi bilməliyik? Burada Clock and Region var ki, saat tənzimləmələridir. Ease of Access isə əngəlli olan insanlar üçün lazım olan əmrlər buradadır ki, məsələn, lal-kar-körlər üçün lazım olan müəyyən bir köməkçi əmrlər bu əmrin içərisinə daxil olunubdur və bu 8 dənə əmrin hər birinin adını əzbərləmək lazımdır ki, özü dəqiqliyindən. Məsəl üçün, sizə sualda götürüb deyiləcək ki, kontrol panelinin içərisindəki əmrlər aşağıdakılardan hansılardır? Durub orada sizə System and regionu yazılsa, artıq onu səhv yazmaq olmaz. Çünki onun adı nədir? System and Security'dir. Bunlara daha diqqətli olmaq lazımdır. Kontrol panel haqqında bilməyimiz gərəkənlər bunlar idi. 5 dənə sistem qovluğumuz var idi və bunları bildik. Biz indi gəlin sistem qovluqlarını bəs kompüterin ekranda necə gizlədib göstərəyin? Axı bayaqlar biz dedik ki,
Əməliyyat sistemi yüklənəndə biz yalnız sistem qovluğundan zibil qabınca görə bilirik. Bəs digərlərini mən buraya ekrana necə gətirmişəm? Necə gətirdiyimi göstərim. Birazdan əslində deyəcəyik, amma indidən də deyə bilərik. Mən desktopumun üzərinə sağ klikləyib, onun kontekst menüsünü açıram və buradan personalization bölməsinə girirəm. Buradan temalar bölməsi açılacaqdır. Gördüyünüz kimi temalara girib desktop icon settings bölməsinə tıklayıram. Və buradan görürsünüz gəlir. Kompüterdir, user file'dır, network'dir, recycle bindir və control paneldir və yanlarında quş işarələri var. Bu işarələr əgər boz haldadırsa da, yəni mənim ekranımda bunlar görsənməyəcək. Ancaq üzərinə işarəni qoysam, mənim ekranımda hər biri görsənər. Və bu ikonlarımı, sistemlərimi, daha doğrusu sistem qovluqlarımın obyektlərinin ikonlarını dəyişdirə bilirəm. Bircə dəqiqə. Bunları nə cür dəyişdirə bilirəm? Bircə dənə dəyişdirməzdən əvvəl onca yadınızda saxlayın ki, siz yalnız və yalnız kontrol panelincə ikonunu dəyişdirənməsiniz. Çünki görürsünüz, hal-hazırda burada bütün mənim sistem qovluqlarının adları var, ancaq kontrol paneldən başqa. Gəlin burada, məsəl üçün, zibil qabının üzərinə tıklayıram, change icon vururam və burada zibil qabının üzərinə başqa nə şəkil istəsəm, onları qoya bilirəm. Məsəl üçün, buradan gəlirəm, buradan tənzimləmələrdən baxıram ki, xoşuma gələn hansı şəkil varsa o və yaxud da browse bölməsinə girirəm, kompüterimin yaddaşında olan hər hansısa da bir yüklədiyim şəkili qoyuram və yaxud da ki, xoşuma gəlməyən insanın şəklini gətirib onun üzərinə qoya bilərəm. Apply basıb ok basaram və həmin bu sistemimdəki sistem qovluqlarımın şəkillərini dəyişdirə bilərəm, ikonlarını. Aha, buradan da bu qədər. Başqa biz nəyi bilməliyik? Başqa bilməmiz gerəkən bizim hal-hazırda ekranımızda desktopumuzun üzərində olan bu kontekst menüdən gəlin danışarıq. Daha sonra qovluğun, faylın kontekst menüsündən danışarıq hissə-hissə. Desktopun üzərində olan kontekst menüsündə belə bir view bölməsi var. View bölməsinin alt kateqoriyaları var. Large ikondur, medium ikondur, small ikondur. Yəni görünüş rejimlərim. Yadımıza salağın, bayaq görünüş rejimlərini harada öyrənmişdik? Biz kontrol panelinin içərisində. Yenə eyni şeylərə bənzəyirmi? Bənzəyir. Amma kontrol paneldə nə idi? Mediumun yerinə orada kateqori yazılmışdı. Amma desktop da mediumdur. Yəni orta görünüş rejimindədir. Məsəl üçün, large ikona qoysam, ikonlarımız gördüyümüz kimi belə 2-2 görsənər. Və yaxud da ki, gəlsəm mən medium ikona qoysam, ortancıl şəkildə və yaxud da ki, small'a qoysaq, balaca görsənmiş olardı. Başqa view bölməsinin alt kateqoriyalarında nələr var? Auto arrange ikon. Bu nə deməkdir? Hal-hazırda görürsünüz, mənim ekranımdakı bütün ikonlarım səpələnmiş bir haldadır. Bunları səliqə ilə ekranın sol hissəsindən yerləşdirir. Ümumiyyətlə, siz yadınızda saxlayın ki, Windows 11 əməliyyat sistemində bütün ikonlarım həmişə kompüterin ekranının sol hissəsindən düzləndirilir. Gəlirəm burada bu dəqiqə bu əmrə basıram və gördünüz, hər biri səliqəli bir şəkildə ekranımızın sol tərəfindən düzlənmiş oldu. Və həmin oradakı əmr aktiv olduğuna görə mən hal-hazırda məsəl üçün zibil qabının heç yerini dəyişdirə bilmirəm. Hara istəyirəm qoya bilmirəm. Yəni bu mənə gözəl bir sıralamanı təqdim edir. Başqa burada nə var? Align icon to girt əmri var ki, bu əmrə əgər ki mən bassaydım nə olardı? Gəlin mən bir dəqiqə bayaqkinin tıkını götürdüm, oradakı işarəni. Məsəl üçün mən bunu bunun üzərinə belə qoymuşam. Məsəl üçün bunu belə ayda zibil getmədi. Məsəl üçün bu burada dayansın, bu yanda dayansın, bu yanda dayansın. Məsəl üçün bu da biraz burada dayansın. Belə bir dağınıq bir formada mən ekranımı, obyektlərimi düzmüşəm. Burada bayaqların bu girt olan söz nə idi? Girt bilirsiniz ki, tor xətti deməkdir. Yəni ki, mənim hal-hazırda səpələnmiş, üst-üstə düzdüyüm bu obyektləri tor xətlərinə nəzərən, yəni səliqəli bir cədvəl formasında, sətir sütun formasında olduğu yerdə göstərsin. Gəlirəm, indi hal-hazırda basıram, başa düşəcəksiniz. Gördünüz, mənim olduğu yerdən səliqəli bir formada. Bayaqdanın hamısı, məsələn, bu Windows 11 PDF-i Elmira qovluğunun üzərində dayanmışdısa da, indi o səliqəli bir formada alt-alta dayanıbdılar. Bu əmir də ondan ötürü idi.
Daha sonra görəyin ekranımızda başqa view'nun alt bölmələrindən nə var? Show desktop ikon var. Bu nə deməkdir? Yəni mənim desktopumdakı ikonları gizlədib göstərmək deməkdir. Üzərinə bassam bütün ikonlar gedər. Təzədən bir də gəlsəydim, oradan show-ya bassam, bütün ikonlar yenidən geri qayıtmış olarlar. Başqa nəyi bilməliyik buradan? Daha sonra davam edirik. Short by hissəsi var, yəni düzləndirmək. Mən ümumiyyətlə yadınızda saxlayın ki, obyektlərimi ekranımdakıları adına, ölçüsünə, tipinə, yəni uzantı tipinə və dəyişdirilmə tarixinə görə düzləndirə bilərəm. Məsəl üçün date modified bassaydım, hal-hazırda ən axırıncı mən nəyi dəyişdirmişəm? Elmira 100 qovluğunu dəyişdirmişəm deyə ən axırıncı gəlib burada bu görsənlər və yaxud da ki uzantısına görə və s. adına görə düzləndirmə ola bilər. Daha sonra baxaq görək burada nə var. Refresh bilirsiniz ki F5 düyməsi vasitəsindən olur. Ekranımı bir dəfə yeniləmək üçündür. New bölməsi nə üçündür? Yeni folder, yeni shortcut, yeni hər hansısa da bir obyektin sənədinin yaradılması üçün lazım olan bir əmrdir. Daha sonra burada nə var? Display settings bölməsi var. Display settings bölməsindən mən sistemimin displeyi haqqında, yəni görünüşü haqqında olan bəzi tənzimləmələri aparıram və buradan nələri bilməlisiniz? Buradan onu bilməlisiniz ki, ümumiyyətlə display settings bölməsinin bəzi alt başlıqları var. Biri brightness and color başlığıdır. Bir də mousumuzu taxağın. Brightness and color başlığı altında hansılar var? Sistemin ekran işığının tənzimləməsi, yəni qara və yaxud da ki daha tünd belədən göstərilmə və yaxud da ki gecə rejimi görürsünüzsə də, əgər hal-hazırda bilmirəm siz görmürsünüz. Mənim bu dəqiqə ekranım çox sapsarı kimi görsənir, yəni gecə rejiminə düşübdür, insan gözünə biraz rahatçılıq verir. Daha sonra profilimin rəngini dəyişdirə bilirəm buradan. Məsəl üçün buradan çox da böyük bir şeylərə girməyə ehtiyac yoxdur. Bir də nə var burada? HDR bölməsi var. HDR bölməsi bilirsiniz nə deməkdir? Yəni məsəl üçün o ki WhatsApp-da siz şəkil falan göndərəndə olur ki yazılır ki HD formatında göstər. Yəni daha gözəl, daha piksellərin maksimum yaxşı görünüşdə görsənməsindən. Bu da onunla eyni bir şeydir. Əmrdir ki, daha yaxşı görünüşü bizə tənzimləyir. Daha sonra scale and layout bölməsi var ki, bunun da altındakı bu əmrlərə baxaq. Scale əmri nə deməkdir? Mənim hal-hazırda 100-dən 500-ə qədər aralıqda mən seçim eləyə bilərəm faizlə. Məsəl üçün gəlsəydim, əgər burada 100% seçsəm, mən bir dəqiqə əmrlərimi 100% uzaqlıqdan görərəm. Məsəl üçün 150 bassam daha biraz yaxından göstərər. Elə 125 məndən ötürü daha yaxşı bir faiz orantısıdır. Daha sonra burada nə var? Display resolution bölməsi var ki, mənim ekranımın çözünürlüyünü, yəni ki, ekranımdakı bu pikselləri göstərir ki, hansı piksel aralığında olsun, mən ən maksimumunu istəyirəm. Başqa nə var? Display orientation bölməsi var ki, sizdən soruşula bilər ki, mənim ekranımın portret və yaxud da ki, album formasında göstərilməsi hardandır? Deyirsiniz ki, display bölməsinin scale and layout'da display orientation bölməsindəndir. Daha sonra multi-type display bölməsi var ki, mənim əlavə olan monitorlarımdan əgər ki, mən kompüterimə əlavə monitorları qoşmuşamsa da onları buradan tənzimləyə bilirəm. Related settings bölməsi var. Burada əlavə display tənzimləmələrini apara bilirəm, qrafik kartlarımı görə bilirəm, positionları görə bilirəm. Yəni bunlar haqqında çox da bilməyə əldə böyük bir ehtiyac yoxdur. Related support bölməsi var ki, köməyə ehtiyac olduğumuz halda buradan gəlib hər hansı da bir lazım olan suallarımızı buradan həll edə bilirik. Başqa da böyük bir şey yoxdur buradan. İndi çıxağın və qaydağın buradan personalization bölməsinə. Personalization bəlməsindən nələr var? Ümumiyyətlə yadınızda saxlayın ki, bu bölmədə birinci açılır background bölməsi. Background nə deməkdir? Arxa fona şəklin yerləşdirilməsidir. Məsəl üçün, normalda Sumaya görə belədən açılır və yaxud da ki, belə bir şəkil yerləşdirə bilərəm və yaxud da belə bir şəkil yerləşdirə bilərəm. Və burada personalization your background bölməsində biz şəkil yerləşdirə bilərik. Təkcə rənglə yerləşdirə bilərik. Məsəl üçün, deyək ki, bənövşəyi rəngi olsun. Və yaxud da slide show rejiminə qoya bilərik ki, məsəl üçün, hər 5-6 dəqiqədən bir mənim arxa fonumdakı şəkillərim dəyişsin. Və yaxud da ki, belə spotlight bölməsindən də başqa bir
görünüş rejimi əlavə eləyə bilərəm. Hemen buradan gəlirəm, picture bölməsinə daxil olam. İstəyirəm ki, elə bayaq kimi əvvəlki görünüş rejimində qalsın. Daha sonra və yaxud da ki, mənim kompüterimə yüklədiyim şəkillərdən də buradan gəlib öz şəklimlə ekran şəklinə qoya bilərəm, əgər kompüterimə şəkil yükləsəydim. Bir də ki, nə var? Mənim desktopuma şəkil yerləşdirmişəmsə də onun ölçüləri var. Məsəl üçün, siz yadınızda saxlayın ki, susmaya görə mənim hər zaman desktopuma yerləşdiyim şəkil həmişə fil ölçüsündə olur. Fildi, fitdi, stretchdi, tile'di, centerdi, spandı və bu adların hər birini əzbərləmək lazımdır. Çünki qəbula dönə-dönə dəfələrlə düşmüş görünüş ölçüləridir bunlar. Başqa nələr var burada? Temalar var ki, mən məsəl üçün belə ağ, qara və s. bu temalarla götürüm, əlavə eləyim arxa fonuma. Başqa da bir də burada nələr var? Bircə dəqiqə. Yox, bunu demək istəmirəm. Dəqiqə. Başqa da burada elde böyük bir şeylərə bilməyə ehtiyac yoxdur. Yerdə qalan burada aşağıdakı obyektlərimiz də nələrdir? Aşağıdakı daha doğrusu əmrlərimiz internet üzərindən əlavə şəkillər və yaxud da ki, background temalarının əlavə olunmasıdır. Daha sonra başqa gəlin görəyin buradan nələrə daxil ola bilirik. Kala bölməsi var ki, mən sistemin rəngini dəyişdirə biləm. Məsələn, qırmızı qoysam, hal-hazırda görürsünüz, sistemin rəngi dəyişdi. Burada bu hissə qırmızıdır, onun hissəsi qırmızı rəngdədir və yaxud da ki, bu hissədən görürsünüz, qırmızı rəngdədir və yaxud da bənövşəyi rəngi qoysam, bənövşəyi rəngdə olur. Aha. Başqa da baxaq görək, aşağılardan kala bölməsində bilməmiz gerəkən hissələrdən nəsə də varmı? Yox, kala bölməsindən elde böyük bir şeylər bilməyə ehtiyacımız yoxdur. Keçirik daha sonra burada personalization bölməsindən temalar bölməsinə. Temalardan nələrdir? Ümumiyyətlə yadınızda saxlayın ki, temalar bölməsinin özünün 4 dənə alt başlığı var. Biri backgrounddur, biri color'dır, biri sounds'dur, biri də mouse kursordur. Məsəl üçün sizə deyilə bilər ki, arxa fonun dəyişdirilməsi, rəngin, səsin və yaxud da ki, mouse kursorunun dəyişdirilməsi, onun məsəl üçün mouse'umuzun belə göstərilməsi hardan olur? Deyirsiniz ki, temalardan biz bunu dəyişdirə bilirik. Və yaxud da ki, aşağıdan gördüyünüz kimi müxtəlif temaları yükləyə bilərsiniz. Desktopun içərisində bayaqlarım dediyim kimi ikonları, desktopumun üzərində olan ikonların şəkillərini dəyişdirə bilirəm və s. Burayı haqqında bayaqlarım danışmışam. İndi keçirik başqa nəyə? Baxaq görək burada nə var? Dynamic Light bölməsi var ki, mən buradan bilməyinizə ehtiyac yoxdur əlavə şeylərə. Sadəcə belə bir bölmənin olduğunu bilin, bəsinizdir. Lock screen bölməsi var ki, WinL bölməsindən mən kilit ekrandan, baxın belədən bu ekranı sala bilirəm. Deyən ki, ofisdə iş görürsünüz. Hal-hazırda işinizi dayandırıb çay fasiləsinə getmirsinizsə də, heç nə kompüterinizdə WinL-nı basın, ekranınız kilit ekranına düşsün. Ki, bu da sizin təhlükəsizliyinizi daha çox qoruyur. Buradan başqa buralardan screensaver bölməsi var ki, bu nə deməkdir? Mənim ekranıma qoruyucu animasiyalar təyin eləməkdir. Qoruyucu animasiyalar deyəndə nə deməkdir? Yəni ki, məsəl üçün blank versiyasına qoysam belə olur və yaxud da ki, burada bubble hissəsinə qoysam ekranımı qoruyucu olaraqdan görürsünüz. Məsəl üçün ekran müddəti dayanandan sonra, müəyyən bir müddətdən sonra ekranıma belədən bu bubble'lar gəlir və yaxud da ki, burada lentlər bölməsi var ki, ribbon hissəsinə qoysaydım, belədən müəyyən lentlər gələrdi. Bu elə hamımızın telefonda olan bir şeydir ki, telefonlarımızda da var. Məsəl üçün, ekranımız 30 saniyədən sonra sönürək. Bu o funksiya ilə eynidir və buradan da saniyəsini beldən tənzimləyə bilərik. 1 dəqiqə və yaxud da 2 dəqiqə. Baxaq görək, məsəl üçün, maksimum nə qədər dəqiqə eləyə bilirik. Oka basırıq. Elə maksimum 139 dəqiqəni götürə bilir. Nə qədər istəsəniz screensaver bölməsindən siz bunun ölçüsünü dəyişdirə bilərsiniz. Məsəl üçün görək. Screensaver bölməsindən nə qədər dəqiqə istəsəniz hər birini qoya bilirsiniz. On receive display logo screen bölməsinə bassanız da məsəl üçün burada wait bölməsində nə qədər yazmışdınızsa da həmin o qədər dəqiqədən sonra sizin ekranınıza ekran qoruyucusu gəlib çıxmış olar. Bu da belə. Başqa da buradan bilməyə ehtiyac yoxdur əlavə şeylərə. Düşürük aşağılara.
text input bölməsi var. Text input bölməsi görək nə üçündür. Text input bölməsi ümumiyyətcə mənim yazılarımı nə cür yazmağımdır. Məsəl üçün səslimi bir şəkildə yazıları yazmaq və yaxud da ki, emojilərdən istifadə eləyərəkdən və s. belə bir temalardan istifadə eləyərəkdən yazı stillərimin dəyişdirilməsidir. Burada text input bölməsi. Başqa burada aşağılardan görək nələr var. Düşürük aşağıya. Bir dəqiqə. Start bölməsi var, başlanma formaları. Və yadınıza saxlayın ki, start bölməsinin more pins bölməsi, default, bir də ki, more recommendation hissəsi var ki, bu başlıqlar adı altında siz startı dəyişdirə bilərsiniz. Start menüsünün görünüş hissələrini. Baxın, bu dəqiqə hal-hazırda default formasındadır. Bu arxa fonda göstərilmiş bir şəkilləri də göstərilə bilər. Başqa baxaq görək, başqa nələr var burada. Aşağılara baxağın, düşmə ehtimalı olan şeylərdən. Taskbar bölməsi var. Taskbar bölməsindən birazdan danışarıq. Hal-hazırda danışmayağın. Taskbarın içərisinə daxil olanda. Gəlin elə indidən baxaq görək. Taskbarın içərisində bir dənə baxım görüm. Danışmağa ehtiyac olan. Taskbarın içərisində birazdan danışacağım, amma yenə də deyim. Məsəl üçün, burada search bölməsi var ki, search bölməsi nə deməkdir? Aşağıdakı, baxın, buradakı search ikonudur ki, burada məsəl üçün Excel axtarmaq istəyirsinizsə də Excel sözünü yazırsınız, gəlib çıxır və bunun da search ikonunun dəyişdirilməsi müəyyən bir formaları var ki, məsəl üçün, mən istəyirəm ki, hide olunsun, yəni heç orada ikon görsənməsin. Bəs ikon görsənməyəndə mən axtarışı necə eləyəcəm? Gəlirəm bura, görürsünüz, bu hissədə aktivdir hal-hazırda. Daha sonra search icon only var ki, sadəcə ikonu görsənsin. Icon and label var ki, həm ikonu, həm onun adı görsənsin. Axtarış butonumun. Search box var ki, axtarış butonum hər hansısa bir qutunun içərisində görsənsin. Task view var ki, task view nə deməkdir? Yeni xəyali pəncərənin görsənib görsənməməsi deməkdir. Buradan aşağıda görürsünüz. 10 bassam task view pəncərəsi görsənir. Task view pəncərəsi nə deməkdir? Mən hal-hazırda burada belə bir desktop üzərində işləyirəm. Mən istəyirəm ki, buradan çıxış eləmədən yeni bir desktopa keçid eləyim. Buradan gəlirəm, task view bölməsindən daxil olam. Məsəl üçün desktop 2-yə. Görürsünüz, indi gəlirəm desktopumun üzərində başqa bir işlər görürəm. Və yaxud da ki, desktop 1-ə təzədən bir də qayıda bilərəm. Task view-nun da özünün kombinasiya düyməsi var ki, task view-nun kombinasiya düyməsi kontrol nə idi? Özür sayın. Win Control D düyməsidir. İkin mən task view-nu bundan əlavə edə biləm. Bircə dəqiqə. Win Control D. Görürsünüz, desktop 4-ü açdım. Win Control D. Gəldim, desktop 5-i açdım. Bəs bu mənim task view-larım arasındakı xəyal pəncərələr arasında keçid eləmək istəyirəmsə, bunu necə keçid eləyərəm? Yadınızda saxlayın ki, Win, Control, sağa və yaxud da ki, sola ox vasitəsindən mən keçid eləyə bilərəm. Bu dəqiqə hal-hazırda sağa-sağa gedəndə ən birinciyə doğru qayıtmış olan və yaxud da ki, Win, Control, sola ox bassam, desktop 2-yə keçid eləyərəm. Və yaxud da ki, xəyali pəncərələrin bağlanması nə cür olur? Win, Control, F4 düyməsindən biz xəyali pəncərələri bağlaya bilirik. Daha sonra burada nə var? Widgets bölməsi var. Widgets bölməsi nədir? Aşağıda hal-hazırda görürsünüz, taskbarın üzərində belə bir bölmə var. Bunu açırıq. Bunun içərisindən məsələn, hava proqnozuna baxa bilərik və yaxud da ki, xəbərlərə baxa bilərik və s. və s. Bu cürünə belə şeylərə, əlavə məlumatlara widgetslər bölməsindən baxmaq ola bilir və yaxud da ki, statistikaya və yaxud da və s. belə və yaxud da ki, oyunları və s.ni buradan yükləyib daxil ola bilərik widgets bölməsindən və buradan da həmin o widgetsi gizlədib göstərə bilirik. Daha sonra emoji bölməsi var ki, bu neve olanda aşağıda bu hissədə emojilər görsənmir. Mən bayaqlarım demişdim ki, yazılarda emojilərin istifadə olunması və yaxud da və s. Və yaxud da ki, yazı yazarkən emojinin görsənməsi və yaxud da ki, always-ə bassaq həmişə buradan emojilər aşağıdan görsənlər. Başqa buralarda nə var? Pen menü var ki, qələmlə işləyən kompüterlərə daxildir. Hal-hazırda mən bunu heç on-off eləməyim, məndən ötürü heç bir fərq yaratmır. Çünki mənim kompüterim qələmlə işləmir deyə hal-hazırda aşağıdan biz görə bilmirik. Bir də touch keyboard var ki, bu sensory kompüterlərindən əlaqəli olan bir şeydir ki, hal-hazırda always bölməsindədir deyə touch keyboard'a buradan aşağıdan baxın, basıram. Hal-hazırda bir dəqiqə basında qoyun göstərim sizə ekran klaviaturasını. Bir dəqiqə. Yaxşı görsənmir.
Normalda görsənməlidir. Normalda həmişə aşağıdan ağ rəngli keyboard bölməsi açılır. Niyəsə də bugün açılmadı. Yəqin ki, ola bilsin ki, video rekord gedir deyə ona görə açılmır. Əgər siz evdə öz kompüterinizdə onun üzərinə bassanız, əgər ki, heç kompüteriniz sensor ekran olmasa belə o keyboard açılır ekranınızda, onu mouse'unu idarə eləmək olur. Başqa baxaq görək taskbarın burada içərisində nələri eləyə bilirik. Başqa gəlirəm taskbarın üzərində hansı ikonları göstərmək istəyirəmsə də onları on-off eləyib gizlədib göstərə bilirəm. Daha sonra taskbarın behavior bölməsi var ki, mən bu taskbarımı davranışları haqqında olan məlumatlardır. Yəni davranış deyəndə nə deməkdir? Mən taskbarımda nə cür olunmasını istəyirəm. Məsəl üçün avtomatik hide taskbara bassam, mənim hal-hazırda avtomatik taskbarım gizlənər. Onun göstərilməsi üçün gəlirəm mouse'umu ya bunun üzərinə gətirməliyəm və yaxud da ki, elə buradan bunu ekrandan götürməliyəm, bu tıkdan çıxartmalıyam. Və yaxud da ki, show badgets var. Badgets nə deməkdir? Badgets o deməkdir ki, mən hal-hazırda görürsünüz WhatsApp-ımdan 4 dənə mesaj gəlibdə və o 4 işarəsi oradan görsənir. Bunun üzərinə bassam, heç bir mənim ekranımda işarələrin heç birini badgetslərim görsənməz. Gəlirəm üzərinə basıram, yenidən görsənir. Flashing nə deməkdir? Məsəl üçün, əgər ki, bizə WhatsApp-dan mesaj gəlibdirsə də, mesaj gələrkən oradan işıqlı bir şəkildə göstərir ki, hal-hazırda WhatsApp-dan sizə mesaj gəlir. Tək WhatsApp-a aid deyil, digər proqramlara da aiddir. Daha sonra üzrü sayın. Bu nə deməkdir? Başqa bir pəncərəni mənim taskbarın üzərində gizlədib göstərilməsi deməkdir. Başqa da aşağılardan ən əsas bilməmiz gərəkən nədir? Taskbarımın 3 cürə görünüş rejimi var. Biri always bölməsi. Always bölməsi həmişə susmaya görə taskbarım həmişə always-də görsənir, kombinləşdirilməsi. Yəni always nə deməkdir? Taskbarımın üzərində olan elementlərim hər biri sadəcə ikonları görsənir və birdən artıq olanda, məsəl üçün görürsünüz burada hal-hazırda qoyun gör birdən artıq nə açmışam? Explorer pəncərəsini 2 dəfə açmışam. Görürsünüz bir dənə Explorer düyməsinin altında kombinasiya olunubdur və bunların heç birinin adı da görsənmir. Bu deməli taskbarımda always olandadır. Bəs when taskbar is full olanda nə cür olur? Görürsünüz həm mənim ekranımda aşağıdakı ikonların adları görsənir, həm ikonun özü görsənir, həm də ki, mənim taskbarım dolanda o zaman bir düymənin altında sıxışacaqdır. Məsəl üçün, qoyun buradan bir dənə on-screen keyboard silək. Başqa nə siləyin? Bir də bu PDF-i də siləyin. Bunda məsələ yox, bunu silməyəyim. Bunu buradan pinlənməsini qoyun götürüm. Bir dənə yeri açım, bir şey göstərəcəm sizə. Bunu da buradan pinlənməsini götürək. Oyda nə qədər şey var bunun üstündə. Bunu da buradan götürüm. Bir dəqiqə Google'da götürüm. Aşağıda tam olaraqdan yerin boşalmasını istəyirəm ki, onu siz görəsiniz ki, məsəl üçün siz burada hal-hazırda File Explorer 2 dənə açılıbsa da, əgər yerim burada tam olaraqdan boşsa da File Explorer'in biri burada görsənəcəkdir, biri də bunun yanında görsənəcəkdir. Bir dənə də bunu da unpin eləyəyin. WhatsApp-ı da unpin eləyəyin. Hələ də bir yer boşalmaq bilmir. Nəsə, buradakı yerlərin hər biri boşalsa, o kamı falan silə bilmirəm, settings ilə çıxarda bilmirəm, çünki hal-hazırda bunun üzərində göstərir. Boşalsa siz görəcəksiniz ki, bu File Explorer yanaşı düzülmüş olacaqdır. Aha, bir də ki, neva bölməsi var. Bu neva bölməsində nədir bəs? Bu neva bölməsində mənim həmişə taskbarımın üzərindəki bütün açılmış olan obyektlərimin hər birinin adı da görsənəcəkdir, ikonlar da görsənəcəkdir və onlar mənim taskbarımdan ötürü fərqi yoxdur. Yəni taskbarımın üzərində yer olsa da olmasa da hamısının adı və ikonu yanaşı olaraqdan görsənəcəkdir. Vəssalam. Belə. 3 cürə mənim taskbarımın üzərində kombinlənmə forması var idi. Bunları da buradan belə bildik. Başqa da aşağılardan çox da böyük bir şeyləri bilməyə ehtiyac yoxdur. Sadəcə bir də o var ki, show taskbar small buton var ki, bu nə deməkdir? Bunlar da bayaq ki, məsəl üçün
always olsa görürsünüz aşağıdakılar daha balaca görsənəcəkdir. Məsəl üçün Ventaskvar-da olanda yenə bütün elə bil ki, ikonlar balaca və bayaqki formalarda, bayaq izah elədiyim formaların eynisindən görsənir. Date and time bölməsi bilirsiniz ki, vaxt və tarixlərdir, notificationlar isə bildirişlərimizdir, helpdəki köməkçi pəncərənin açılmasıdır. Başqa, gəlin buradan baxan görəyin aşağıda bu personalization bölməsindən nələri bilməliyik. Başqa da bir də fontlar var ki, fontları da mən bayaqlarım kontrol panelinin içərisindən də girəndə göstərmişdim ki, orada appearance and personalization bölməsindən mən konteynerdə olan bütün fontları görə bilirəm. Vəssalam. Daha sonra desktopumun üzərində baxaq görək başqa nələr var. Gəldiyi personalization bölməsini bildik. Open in terminalı bilməyə ehtiyac yoxdur. Show more options'a bassaq, view bölməsi var ki, view'nun alt kateqoriyaları yenə bayaqkilərlə eyni bir şeydir. Sadəcə bu Windows 11 əməliyyat sistemində də, daha doğrusu Windows 10 əməliyyat sistemində normalda bizim kontekst menümüzün görünüşü belə idi. Yəni buradakilərin hər biri bayaqkilə mənim dediklərimlə eyni şeylərdir. Bəs burada paste deyilən bir əmr var. Yəni bu paste deyilən əmrdən danışağın. Bu paste nə deməkdir? Nə vaxt olur? Hər hansısa da bir obyekti paste bir dəqiqə nəyə görə bozdu? Çünki mən hər hansısa da bir obyekti nə kəsməmişəm, nə də onu kopyalamamışam. Gəlirəm burada mat cədvəlini üzərində sağ klikləyirəm və bunun optionslarına girib, bunu məsəl üçün ya kat eləyərəm, ya da kopya eləyərəm. Kopya eləyəyin kopyasını yaradaq və yaxud da ki, kopya eləməyin kombinasiya düyməsi nədir? Ctrl-C. Kat eləməyin kombinasiya düyməsi nədir? Ctrl-X. Yapışdırmanın da kombinasiya düyməsi Ctrl-V-dir bildiyiniz kimi. Kopya eləyirəm və gəlirəm, sağ klikləyirəm ekranımda, Show More Options'a basıram və görürsünüz burada həm Paste açılıb, həm də Paste Shortcut açılıb. Yadınızda saxlayın ki, siz hər hansısa da bir faylı kopya eləyəndə siz onu həm yapışdıra bilirsiniz, həm də onun shortcutını yarada bilirsiniz. Məsəl üçün Paste eləsəm, bir dəfə buradan onun shortcutu yaranır. Görürsünüz onun da yanına bayaqlarım olduğu kimi kopyası yazıldı, copy sözü yazıldı. Məsəl üçün More Options'a girəm, görürsünüz yenidən paste eləyə bilirəm. Gəl copy 2 düşür. Nə qədər istəsəniz copy 3, 4, 5 hamısı yaranır. Və yaxud da ki, gəlin elə bunun buradan qısa yolunu yaradağın. Paste shortcut basağın. Gördünüz, gəldi bunun qısa yolu yarandı. Gəlin indi bir dənə də qısa yolunu görək yaratmaq olurmu? Üzərinə basırıq, görürsünüz ki, istənilən sayda biz paste copy'dən sonra qısa yolunu və paste'ini eləyə bilirik. İndi gəlin, məsəl üçün, burada mat cədvəlinin üzərinə sağ klikləyəyin və bunu kat eləyəyin. Və yaxud da ki, elə buradan kat əmrinə basağın. Yadınızda saxlayın, obyekt o vaxt belə boz rəngdə görsənir ki, ya obyektimiz gizlənibdir və yaxud obyektimiz kat olunubdur. Kat olunmaq nə deməkdir? Bu, yəni kəsmək, yəni obyektin yerini dəyişdirilməsi. Mən istəyirəm ki, obyekti buradan götürüm buraya və yaxud da ki, nə bilim, obyekti buradan götürüb new folderin içərisinə yerləşdirim. Gələm indi buradan bunun içərisinə bir dənə sağ klikləyəcəm və buradan More Options'a girirəm və görürsünüz Paste bölməsi açıldı. Görürsünüz Paste shortcut yoxdur. Yadınızda saxlayın. Katdan sonra heç vaxt biz nəyinsə də qısa yolunu yarada bilmirik. Çünki nəyə görə? Mən axı nəyinsə də yerini dəyişdirirəm. Yerini dəyişdirərkən qısa yolunu necə yaradım axı? Ona görə Paste basırıq və yapışdı bura. Görürsünüz, mənim ana ekranımdan mat cədvəli gəldi, götürüldü, buraya yapışdırıldı. Gəl istəyirəm ki, mən həmin o mat cədvəlini yenidən buraya yapışdırım. Üzərində sağ klikləyirəm. Show More Options'a basıram. Görürəm ki, burada Paste əmri hal-hazırda boz rəngdədir. Deməli, katdan sonra cəmi cümlətanı bircə dəfəncə mən paste eləyə bildim. Bu çox önəmli nüanslardır. Bunları yaddan çıxartmayın, çünki qəbul suallarına düşür. Və burada belə bir undo deyilən bir əmr ortaya çıxır. Bu nə deməkdir? Undo bir də redo deyilən bir əmr olacaqdır. Undo əmrim Ctrl-Z əmridir. Yəni hal-hazırda elədiyim əmri bir addım dala qaytarmaq deməkdir. Mən bayaqlam nağardım, yerini dəyişdirdim. Elə görürsünüz, undo move yazılıbdır. Ctrl-Z-i bassam və yaxud da bu əmrin üzərinə bassam, mənim hal-hazırdakı bayaq elədiyim əmr geriyə qayıdacaq. Görürsünüz, bunun içindən silindi. Gəldi mat cədvəlim burada görsəndi. Və yaxud da ki, sağ klikləyirəm. İndi buradan görün nə yazıldı? Redo açıldı. Redo nədir? Ctrl-Y. Yəni mənim bayaqlarım ləğv elədiyim əmr geriyə qaytarmaq üçündür. Üzərinə basıram, gördünüz geriyə bayaqki əmrimi geri qaytardı. Deməli, Ctrl-Z nağardı. Mənim hal-hazırki elədiyim əmri bir əmr geriyə qaytarır. Ancaq Ctrl-Y sildiyim əmri
onu yenidən əvvəlkinə eləyir. Deməli, biri ləğv eləyir, biri də ləğv olunmuşu geri qaytarır. Bu da belə bir əmr. Daha sonra baxaq görək ekranın kontekst menüsündən başqa nələri deməliyik? Əlavə nələrsə də qaldımı? Qalmadı, hər bir şey haqqında danışdıq. Bir də bizim nəyimiz var? Qovluğumuzun kontekst menüsü var. Bir də hər hansısa da bir faylın kontekst menüsü var. İndi qovluqla faylın kontekst menüsünü açacağam və bunun üzərində eyni olan və olmayan əmrlər var. Onlara diqqət yetirməyiniz vacibdir. Çünki qəbula da düşür ki, o hansı əmrlərdəki qovluqda var. Məsəl üçün faylın kontekst menüsündə yoxdur və yaxud da ki, faylın kontekst menüsündə var, qovluqda yoxdur. Məsəl üçün, qovluğun kontekst menüsündə nələr var? Open əmri var, elə faylında da var. Pin to quick access qovluqda var, məsəl üçün, faylda olmayacaqdır. Daha sonra, məsəl üçün, include in library bölməsi var ki, qovluqda var, amma faylın içərisində library kitabxanaya daxil eləmək yoxdur. Hal-hazırda da görürsünüz kitabxana fayllarımın alt kateqoriyasını. Kitabxana fayllarım hansılardır? Bu kameradır, dokumentdir, musicdir, picturedir və videodur. Bunların hər biri kitabxana qovluğunun alt qovluqlarıdır. Sonra başqa nələr var? Burada yolunun kopyalanmasıdır, start menüsünə bərkidilməsi, cutdır, copydir, shortcutının yaradılmasıdır, deletedir, propertiesdir. Bunların hər biri mənim qovluğumun kontekst menüsünün əmrləridir. Bəs gəlin görəyin bu faylın kontekst menüsünün əmrləri hansılardır? Üzərinə sağ klikləyirik, More Options'a giririk və buradan görürsünüz, onda da Open var. Ancaq gördüyünüz kimi bayaqki qovluqda print bölməsi yoxdur. Çünki mən qovluğumu necə printerə vura bilərəm? Bəlkə qovluğumun içində 1000 dənə mənim fayllarım var. Printer bunun hansını çap eləsin? Amma hər hansısa bir faylı print eləmək olur. Daha sonra qovluqda new əmri yox idi, ancaq faylın içində var. Başqa yerdə qalan əmrlərdə özünüz ayırt edərsiniz və bunları da bir qırağa dəftərinizdə yazın, qeyd edin, çünki qəbul suallarına dəfələrlə düşmüş olur. Bu qədər bunlar haqqında bildiyimiz bu qədər bəsli qovluğun, desktopun və faylın bu kontekst menüləri haqqında. Gəlin bir dənə də taskbarın kontekst menüsünə baxaq. Taskbarın üzərində sağ klikləyirik. Əslində kontekst menüdən bayaqlarım danışdıq. Personalization içindən getmişdik. Taskbarın kontekst menüsündə sağ klikləyəndə Task Manager açılır, bir dənə də Taskbar Settings açılır. Task Managerin açılmasının yolu. Task Manager ümumiyyətlə nə üçündür? Bilirsiniz ki, ekranımızda asılı qalan, donmuş olan hər hansı da bir proqramların bizə göstərilməsi və yaxud da ki, onların deaktiv olunması üçündür. Və Task Manageri biz nə cür açırıq? Bir Ctrl-Shift-S basırıq, bir də Ctrl-Alt-Delete düyməsini basmaqla buradakı Task Manager bölməsi açılır ki, məsələn, hal-hazırda deyək ki, məsəl üçün WhatsApp-da hər hansı da bir bizim donma problemimiz varsa da WhatsApp-ın üzərindən buradan gələrik, End Task basarıq və WhatsApp-ı donmasını aradan qaldırarıq, WhatsApp-ın fəaliyyətini dayandırarıq. Bu bundan ötürüdür. Və gəlirik taskbarın settingslərinə daxil oluruq. Taskbarın settingsləri də bayaqlarım mən personalization bölməsindən danışmışdım ki, taskbardan nələr var. İndi gəlin taskbar haqqında başqa əlavə bilməmiz gerəkən şeylərdən danışım. Taskbarın üzərində bir də bu hissədə, sağ hissədə gördüyünüz hissə adlandırılır Notification Bar, yəni bildirişlər paneli. Baxın, bu hissə adlandırılır elə. Bildirişlər panelinin də açılmasının kombinasiya düyməsi Win-N düyməsidir. Windows-da N düyməsini basanda görürsünüz Notification Bar açılır. Biz buradan bunları görə bilirik. Və yaxud da ki, bir də Win-A düyməsini bassanız əgər yenə bildirişlər sahəsi açılar. Ancaq buna bildirişlər sahəsi deməyəyin, sürətli ayarlar sahəsi deyəyin. Yəni biz burada sürətli olaraqdan Bluetooth aça bilirik, internetə qoşula bilirik, uçuş moduna, nə bilim, ekran işığını, səsi falan artırıb azalda bilirik, batareykaya baxa bilirik. Bu da bunun üçündür. Və yaxud da ki, biz burada nəyi dəyişə bilirik? Dil dəyişməyin yolları var ki, ya üzərindən klikləyərik, buradan dil dəyişərik və yaxud da görürsünüz buradan elə deyir. Deyir ki, Win və yaxud da Spacebar düyməsi. Spacebar da bilirsiniz ki, uzun olan düymədir. Bunun üzərinə basırsınız, buradan siz dil dəyişməyin yolunu, dil dəyişməyi eləyə bilərsiniz. Və yaxud da ki, Alt-Shift düyməsi və Ctrl, bəzi kompüterlərdə Ctrl-Shift düyməsindən biz kompüterimizin dilini dəyişdirə bilərik. Daha sonra bir də ki, burada Search butonu var. Bu butonun kombinasiya düyməsi Win-S düyməsidir və yaxud da ki, Win-G düyməsi, yəni Win-Q düyməsidir. Bu Search butonunu bizə aktivləşdirməyimizə kömək edir.
Başqa nələri bilməliyik biz buradan? Başqa da elə də danışmağa ehtiyac olan bir hissə, bir də burada ayrı funksiyalar var ki, hal-hazırda baxın düz burada Show Desktop bölməsi var. Elə məsəl üçün mən deyəyim ki, hal-hazırda okamı açmışam. Burada ekranda okamımız görsənir elə. Show Desktop'a bassa mənim ekranımda açıq olan bütün proqramların, pəncərələrin hamısı geriyə qaytarılar. Məsələn, Mart cədvəlini açmışamsa, gəlsəm burada Show Desktop'a bassam, mən desktopumu görə bilirəm. Və yaxud da ki, bunun üzərinə bir dənə tıklasam, gördüyünüz kimi buradakı xəttin Show Desktop açılır. Bu da mənim ayrı pick funksiyamdır. Və yaxud da ki, ayrı pick funksiyası bilirsiniz nə üçündür? Desktopu göstərmək üçündür. Və ya bunun klaviatura düyməsi Win-D-dir. Hal-hazırda mən əlimin altında baxın Win-D-ya basıram. Görürsünüz nədir? Mən arxa fondakı desktopumu görürəm. Daha sonra başqa bir ayrı funksiyam var ki, bu ayrı shake funksiyası. Ayrı shake funksiyası bilirsiniz nədir? Məsəl üçün, deyən ki, mən bir dəqiqə mat cədvəlini açmışam, açağın. Sonra bunu biraz balacaladaq. Məsəl üçün, sonra bir dənə Google-a açmışam. Bunu da balacalandıraq. Üstünə də bəs eləməyibdir. Məsəl üçün, bir dənə də PowerPoint açmışam. Qoyun açalım. Aha, bunlar belə üst-üstə açılıbdır. Shake o deməkdir ki, silkələmək. Hal-hazırda cari anda açıq olan mən proqramın başından tutub silkələsəm, silkələyirəm dəqiqə. Silkələsəm arxa fonda olan bütün proqramlar geriyə yığılmalıydı. Bu niyə yığılmır bilmirəm. Normalde bu yığılmalıdır. Və yaxud da bunun kombinasiya düyməsi Win Home düyməsidir. Win-lə bir dəqiqə əlimizin altında qoyun görüm Home düyməsini basağın. Bir dənə Home düyməsini tapsam əl olacaqdır. Gördünüz, arxa fondakı hamısı yığılışdılar. Win Home-u təzədən bir də açsam arxa fondakılar açılacaqdılar. Bir dənə də qoyun bunun başından sirkələyək. Normalde bunun başından belə tutub sirkələyəndə arxa fondakılar yığılışmalıydılar taskbarın üzərinə. Məsəl üçün, deyək ki, cari anda bir dəqiqə budur. Yəqin ki, mənim əməliyyat sistemim bu dəqiqə yenilənmə tələb eləyir. Onun tələbinə görədir. Yoxsa siz öz kompüterinizdə hal-hazırda cari anda açılmış proqramın üzərindən tutub silkələsəniz, arxa fondakı açıq olan proqramlar taskbarın üzərinə yığılışmalıdır. Bir də bu mənim həmişə ən xoşladığım özəllikdir. Normalda bu özəllik həmişə işləyirdi. Bir dəfədən qoyun eləyəyim, görəm, yox, alınmır. Alınmadı. Ola bilsin ki, mənim kompüterimin yenilənməsindən asılıdır. Bir də başqa bir ayrı funksiyamız var ki, nədir? Ayrı snap funksiyası. Ayrı snap funksiyası snap 2 deməkdir ümumiyyətcə. İkili ekranda göstərmək. Məsəl üçün deyirəm ki, bunu sol tərəfdə gəlsin, görsənsin. Sağ tərəfdə də məsəl üçün Excel görsənsin. Və bunun da kombinasiya düyməsi ya Win-Z-lə eləyirsiniz, Win-Z düyməsi. Və yaxud da ki, Win sağa sola oxunun. İstədiyiniz hər hansısa da bir proqramı sağda eləmək istəyirsinizsə, Win sağa, solda qoymaq istəyirsinizsə, Win sola düyməsini basırsınız. Bir də ki, ayrı flip funksiyası var ki, ayrı flip funksiyası nə deməkdir? Bu alt tabla da açıq pəncərələri göstərmək üçündür. Altla tab düyməsi mən bir dəqiqə hal-hazırda basılı tuturam və görürsünüz tab düyməsinə basdıqca alt basılı tutduğum halda mən hal-hazırda açıq olan bütün proqramları görürəm. Məsəl üçün ikinciyə gəlmək istəyirəmsə və yaxud da dördüncüyə gəlmək istəyirəmsə tabı 4 dəfə basıram və dördüncüyə gəlirəm, alt düyməsini əlimin altında buraxan kimi hal-hazırda Excel açılır. Bu 2D funksiyasıdır. Bir də ki, və yaxud da bunu Ctrl Alt tabla da eləmək olur. Bir də Flip'in 3D funksiyası var ki, bu da Win tablandır. Yəni açıq pəncərələri Win tabla baxa bilirəm, amma bu istiqamətlə baxıram. Baxın, belədən bu da 3D funksiyasıdır, ayrı Flip'in. Başqa da bir də biz buralardan bilməmiz gerəkən nə var? Mica və yaxud da ki, Fluent görünüş rejimi var ki, bunlar nələrdir? Bunlar sistemin görünüş və yaxud da ki, dizaynı üçün lazım olanlardır. Mica o deməkdir ki, pəncərələri arxa fonda fokuslandırır, yəni vizual effektdir, yəni verilənləri yumuşaq, yarı şəffaf effektdə saxlayır. Məsəl üçün, bir dənə qoyun göstərim. Bunu götürürəm. Baxın, məsəl üçün sağda görürsünüz şəffaf formadadır, solda dayansa belə olacaqdır. Yəni bu arxa fon görürsünüz yumuşaq bir şəkildə açıq pəncərələri bizə şəffaf bir şəkildə göstərir. Bu Mica görünüş rejimidir. Fluent o deməkdir ki, ümumi dizaynlardır. Yəni mən bayaqlarım buradan bu yuxarıda görürsünüzlər. Məsəl üçün ümumi dizayn deyir ki, 4 dənə hissədən ibarət olsun, ya 3 dənə hissədən ibarət olsun. Bu da belə bir özəllikdir Windows 11 əməliyyat sisteminin və yaxud da ki, Fluent o özəllikdir ki, hal-hazırda görürsünüz, mənim ekranımdakı bütün pəncərələrin
başları oval şəkildədir. Ümumiyyətcə Fluent məndə ekranımdakı açıq olan obyektlərin və yaxud da bütün obyektlərin başlarının tam dördbucaq yox, biraz ovalvari görünüş rejimində olması deməkdir. Bu da Windows 11 əməliyyat sisteminin yeniliklərindən biridir. Başqa da Windows 11 əməliyyat sistemi haqqında hələ ki bir dənə qalıb bizdən File Explorer pəncərəsi. Bunun haqqında da gələn dərs danışacağıq. Məncə, mən elə düşünürəm ki, Windows 11 əməliyyat sistemindən düşə biləcək bütün hər bir şeyi dedik, danışdıq. Kontekst menyularıdır, shortcut'ın yaranmasıdır, qovluqlardır və s. bunların hər biri haqqında danışdıq. Və bugünlük bu qədər. Hələlik hər birinizə.